Salam əziz dostlar, hər birini salamlayıram. Deməli, bugün biz sizlərlə ilk olaraq bir neçə yeni feil öyrənəcəyik. Sonra isə bugün bir dənə dinləmə tapşırığımız var, onu həll edəcəyik. Çünki son bir neçə dərsdir dinləmə tapşırığı həll etmirik və bugün istədim ki, bir dinləmə tapşırığı da həll edək. Gəlin ilk olaraq bugünkü dərsin feilləri ilə başlayaq. Biz deməli bir neçə indi nümunə oxuyacağıq. Harda ki, bugün öyrənəcəyimiz feillərdən istifadə olunubdur. Hal-hazırda siz də ekranda nümunələri görürsünüz. Gəlin oxuyaq, tərcümə edək. Birincini oxuyuram. Buraya yazılıb ki, Axla is, ixtis, tanxas. İndi o ödəyir pul. Pulu ödəyir yəni. Burada bizim feilimiz hansıdır? İxtis, yəni ödəyir. İs, ixtis, o ödəyir. İndiki zamandadır bu. İndiki zamana gürcə nə deyirik? Axlandeli dro. Axlandeli dro. Sonrakını oxuyaq. Quşin man qadayixada tanxa. Yəni dünən o ödədi pul. Deməli dostlar, burada feilimiz hansıdır? Qadayixada ödədi. Amma şəxs əvəzliyinə fikir verək. Şəxs əvəzliyi gürcə necədir? Piris natsvalsaxeli. Piris natsvalsaxeli. Man əvəzliyindən istifadə olunub. O. Man, o. Qadayixada ödədi. Burada hansı zamandır bu? Çarsuli dro. Çarsuli dro. Yəni keçmiş zaman. Keçmiş zamanda man şəxs əvəzindən istifadə olunub. Bir də mütləq obyektə fikir verək. İlk cümləmizdə feilimiz indiki zamanda olduğu zaman, yəni ixtis olanda, obyekt, yəni tanxa sözü miçemiti brunvada hallanmışdı. Miçemiti brunva bilirik ki, gürcü dilindəki üçüncü haldır və bu Azərbaycanca yönlük hal deyə tərcümə olunur. Tanxa miçemiti brunvada olur. Tanxas, s şəkilçisi əlavə olunur. Amma bu cümlədə burada feil, yəni zımna artıq çarsuli dro, yəni keçmiş zamandadır və obyekt tanxa hansı brunvada, hansı haldadır dostlar? Saxelobiti brunva, yəni adlıq haldadır. Keçək üçüncümüzü oxuyaq. Xval is qadayixtis tanxas. Sabah o ödəyəcək pulu. Burada bizim feilimiz qadayixtis gələcək zamandadır. Yəni momavali drodadır və ödəyəcək deməkdir. Yenə fikir verin ki, obyekt miçemiti brunvadadır. Deməli, yadımızda saxlayaq. Əgər ödəmək feili, bizim feilimiz indiki və gələcək zamandadırsa, yəni axlandeli dro və momavali dro bu ikisindədirsə, obyekti miçemiti brunvada, yəni yönlük halda hallandırırıq. Miçemiti brunvanın şəkilçisi olur s. Gördüyünüz kimi tanxa sözünə s əlavə olunub və tanxas olubdur. Amma əgər feil, yəni zımna, çarsuli dro, yəni keçmiş zamandadırsa, keçmiş bitmişdədirsə, əlbəttə ki, bu zaman obyekt saxelobiti brunvada olur. Tanxa artıq burada saxelobiti brunvadadır, yəni adlıq halda. Keçdik digərinə. Axla is iğeps xelpas. Axla is iğeps xelpas, yəni indi o götürür maaşını. İğeps götürür, xelpasi maaş deməkdir və burada hansı brunvadadır? Xelpasi burada artıq miçemiti brunvadadır. Xelpasi i ilə bitir. Yadınızda saxlayın ki, i ilə bitən sözlərdə i düşür miçemiti brunvada və sonra s əlavə olunur. Buna görə də maaş əslində gürcə olur xelpasi, burada i düşüb və olub xelpas. Digər cümlə, quşin man ayiğo xelpasi. Dünən o götürdü maaşını. Burada artıq
Aiğo, yəni çarsuli keçmiş zamandadır, götürdü və şəxs əvəzliyinə fikir verək ki, yenə man şəxs əvəzliyidir. Man aiğo, o götürdü və obyekt də saxelobiti brunvadadır. Xelpasi, heç nə əlavə olunmayıb. Sonrakını oxuyaq. Xval is aiğebs xelpas, yəni sabah o götürəcək maaşını. Yenə burada artıq zımna Momavalidro gələcək zamandadır, aiğebs götürəcək və buna görə də obyekti artıq mitsemiti brunvadadır, xelpas. Keçirik sonrakına. Axla is amtavrebs samuşaos, indi o bitirir işini. Amtavrebs bitirir, axlandelidrodadır burada feil və samuşao iş, buna s əlavə olunub, çünki bu mitsemiti brunvadadır. Sonraki Quşin man daamtavra samuşao, dünən o bitirdi işini. Burada man o daamtavra bitirdi, keçmiş çarsuli drodur və buna görə də obyekti saxelobiti brunvadadır. Samuşao. Sonraki xval is daamtavrebs samuşaos, yəni sabah o bitirəcək işini. Is daamtavrebs, o bitirəcək, momavalidrodur burada. Buna görə də obyekti yenə mitsemiti brunvadadır. S əlavə olunub və olub samuşaos. Və sonuncunu oxuyuruq. Axla is elodeba riks, indi o gözləyir sıranı, yəni sırasını. Is elodeba, o gözləyir. Rigi sıra deməkdir, burada mitsemiti brunvadadır. Quşin is daeloda riks, dünən o gözlədi sırasını. Amma burada fikir verin, bu keçmiş zamanda olsa da şəxs əvəzliyimiz is şəxs əvəzliyidir. Bunu yadımızda saxlayaq. Xval is daelodeba riks, sabah o gözləyəcək sırasını. Bu feilə mütləq fikir verin. 3 zamanın üçündə də şəxs əvəzliyimiz, yəni bir isnaçval saxeli is şəxs əvəzliyidir. Is elodeba, o gözləyir. Is daeloda, o gözlədi. Is daelodeba, o gözləyəcək və obyekti, buna da fikir verək. 3 zamanın üçündə də mitsemiti brunvadadır. Rigi sıra deməkdir, amma üçündə də riks olubdur. Bəli dostlar, bunlar bizim feillərimiz. İndi isə keçirik bugünkü dərsin ikinci hissəsinə, yəni მოსასმენი dinləmə tapşırığına. გაკვეთილი მერვე, დავალება მე7. დილამშვიდობისა, მობრძანდით. რა მომსახურება გნებავთ? კრედიტის აღება მინდა. კი ბატონო, აქ დაელოდეთ კრედიტ ოფიცერს. დიდი მადლობა. მობრძანდით, დაბრძანდით. ჩვენი ბანკის კლიენტი ხართ? დიახ, თქვენთან მაქვს ანგარიში. ახლა რა გნებავთ? კრედიტის აღება მინდა. სხვა ბანკში გაქვთ კრედიტი? არა, არ მაქვს. ხელფას ჩვენ ბანკში იღებთ? დიახ, სხვა შემოსავალი გაქვთ? არა, მხოლოდ მაღალი ხელფასი. კრედიტი რამდენი გნებავთ? 10,000 ლარი. რამდენი გაქვთ ხელფასი? 1500 ლარი. რამდენი წლიანი კრედიტი გინდათ? 3 წლიანი გინდათ თუ 5 წლიანი? თუ შეიძლება 3 წლიანი. 3 წლიანი კრედიტის დროს თვეში გადაიხდით. დაახლოებით 400 ლარს. გასაგებია. თვის რომელ რიცხვში გინდათ გადაიხადოთ? ყოველი თვის 5 რიცხვში. ინფორმაცია გვაქვს. 3-4 სამუშაო დღეში დაგირეკავთ და საბოლოო პასუხს გეტყვით. დიდი მადლობა.